Repetitorluqda məktəbdən fərqli olaraq daha çox canyananlıq eləyirlər. Müəllimdədir problem. Təhsil Nazirliyinin özünün açıqlamasında belə o suallarda ziddiyyət var idi. MİQ imtahanında yəni savad yox, şans deyərdim. Paxıllıq insanı daha da stimullaşdırır. Paxıllıq edənlər ətrafımız belə deyək. Baxın görək dolaşdıra bilirsiniz. Müəllim yemir, içmir, yatmır və yaxud da heç nə eləmir. Müəllim siz də belə bir maraqlı reaksiyalar alıram. Deyirəm mən də insanım da necə yəni ki. İlk olaraq sizi tanıyaq. Mən Nərmin Xudiyeva, Erəm Nəşriyyatı ədəbiyyat kitablarının müəllifi, 12 ildir Azərbaycan dili ədəbiyyat müəllimi olaraq fəaliyyət göstərirəm. Şagird hazırlığı ilə məşğulam. Dövlət İmtahan Mərkəzi ilə rəsmi əməkdaşam. Şagirdlərlə işləməyi sevirəm. Mənə rahatlıq gətirir, dinclik gətirir. Yəni bildiklərimi şagirdlərlə bölüşməyə, onlara hansısa bir gələcəkləri üçün hansısa bir işdə irəli getmək üçün dəstək olmağa çalışıram. İstər bu onun təhsil, istərsə də şəxsi həyatı ilə bağlı olsun. Çalışmışam ki, onlara həmişə dəstək olum. Onun üçün şagirdlərlə işləməyi sevirəm, uşaqları sevirəm. Nə üçün orta məktəbdən müəllimlik etməkdən imtina etmisiniz? Vaxt itkisidir, yoxsa başqa problemlər var? Hətta deyərdim ki, məktəbdən çoxdur bizim işin məsuliyyəti. Çünki valideynlər bizə güvənir, etibar eləyir. Bizə şagird yönləndirərkən tam rahatlıqla, əminliklə qoyur ki, yəni övladım əziyyət çəkirəm, övladım da yüksək nəticə əldə eləsin, əziyyətimiz boşa getməsin. Məktəbdə uşaqlarla rahat işləyə bilmirik. Çünki məktəbin proqramı fərqlidir. Necə fərqlidir? Qəbul sualları ilə məktəbdəki keçirilən dərslər biraz fərqlidir. Bizim proqramımız daha ağırdır. Həm də ki, məktəbdə işləmək mənə vaxt olaraq mənə uyğun deyil. Yəni biraz sərbəst fəaliyyət seçmişəm, belə deyək. Bir şagird repetitor yanına getmədən tələbə adını qazana bilərmi? Əslində belə şagirdlərimiz var. Hətta yüksək bal toplayan şagirdlərimiz də var. Bunu televizorda, yəni hər il görürük ki, belə şagirdlərimiz var ki, hazırlığa getmədən yüksək nəticə əldə ediblər. Amma mən deyərdim ki, çoxluqda belə bir psixologiya var ki, hazırlığa getmədən nəticə əldə etmək olmaz. Yəni bu deyə bilərəm ki, əgər şagird düzgün istiqamət seçərsə, vaxtı düzgün bölərsə, yəni məsuliyyətini dərk eləyərsə, qarşısına bir məqsəd, hədəf qoyarsa, rahatlıqla dərs vəsaitləri eynidir. Biz də başqa bir şey öyrətmirik ki, bir də şagirdin belə deyək ki, intellekti buna imkan verirsə, əldə edə bilər. Amma çoxluq deyərdim ki, müəllim yanına getmədən buna nail ola bilmir. Çünki biz şagird normal bələdçilik rolunda çıxış eləyə bilmir, özünü düzgün vaxt bölə bilmir, məsuliyyətli olmur. Biz tələb eləyirik şagirdlərdən ki, müəyyən hər dərsin, hər mövzunun öz məsuliyyəti var, onu bizə geri qaytarmalıdır. Yəni müəllimlə işləmək, repetitorluqla məsəl üçün hazırlaşmaq mənə elə gəlir ki, daha çoxdur və daha çox da nəticə əldə eləyir. Hal-hazırda bizim dərsliklərimizdə bəzi mövzuların adı var, amma sadəcə adı var və bir də tapşırıqların içərisində o mövzulara aid suallar var. Amma qəbul suallarında, qəbul imtahanlarında bu mövzuya geniş toxunulur. Biz də məktəbdən fərqli olaraq hazırlıqlarda bu dərinliklərə qədər gedirik. Məsələn, proqramdan çıxarılan mövzulardır ki, biz onu şagirdə keçirik. Mənə elə gəlir ki, o mövzuları keçməsək, şagird qarşıdakı mövzunu daha yaxşı öyrənə bilməz. Yəni, deyə bilərdim ki, repetitorluqda, yəni təkcə mənim fənnim yox, digər fənlərdə də məktəbdən fərqli olaraq daha çox canyananlıq eləyirlər, daha çox uşaqlar da məsuliyyətini dərk eləyir və belə uğur əldə etmək daha məqsədə uyğundur. Kifayət qədər hazırlıq keçdiyiniz və yüksək nəticələrlə ali məktəbə qəbul olan şagirdləriniz var. Bəli. Paxıllığınızı çəkən varmı? Yəni bu birmənalıdır təbii ki. Yəni düzdür, əslində bəzən bu incidir, bəzən də məni daha da çox çalışmağa stimul verir, mənə daha çox stimul verir. Hətta mən çox məqsədyönlü bir insanam. Qarşıma qoyduğum bütün məqsədlərə gec-tez çatan biriyəm. 70-80%-dən müsbət rəylər alırıqsa, yerdə qalanlardan da mənfi rəylər ala bilirik. İstər valideyn olsun, istər şagird kütləsi olsun. Yəni mənfi sözlər də eşidirik. Eşidirik ki, istər dərs mövzusunda, məsələn, bu il qarşılaşmışam, bu il hər cür şagirdlə, hər cür valideynlə qarşılaşmışam. Mən deyə bilərdim ki, 12 ildir mən dərs keçirəm, amma ilk bu ildir ki, yəni repetitorluğumda hər formada valideyn, hər cürdə şagirdlə rastlaşmışam. Paxıllıq edənlər kimlərdir?
Baxın görək dalaşdıra bilirsiniz. Yaman deməyim. Hamısı da biləcək ki, yaxın olduqlarımla dalaşdıracaqsınız. Paxıllıq eləyənlər təbii ki, yəni bilirsiniz ki, hər bir işdə olduğu kimi bizim işdə də bu mövcuddur. Yəni öz həmkarlarımız, təbii ki, mən bütün özümə yaxın olan həmkarlarımın xətrini çox istəyirəm. Onlar mənim üçün əzizdir. Amma bəziləri istisna. Yəni onların adlarını sizə deməyəcəm də, yəni əlbət. Faktiki hazırlıq keçdiyiniz şagirdlər sizə nesə verir? Mənim düşüncəmə görə müəllim-şagird arasında ciddiyyətlə səmimiyyət 50-50 olmalıdır. Şagird müəllimi sevərsə, onun yanında özünü rahat hiss eləyərsə, bilmədiyi mövzuları da daha rahatlıqla müəllimdən ala bilər. Amma ki, şagird müəllimdən sıxıldısa, o bilmədiyi mövzuları müəllimə deməyə çəkinəcək. Məsələn, mən həmişə hansısa bir şagirdin yerinə özümü qoyuram. Öz hazırlaşdığım vaxtları və yaxud da məktəb vaxtlarımı xatırlayıram ki, müəllim mənə yaxınlıq versə, mən o müəllimlə daha yaxşı danışa bilirəm, fikrimi daha ona ifadə edə bilirəm, bilmədiyim məsələləri ondan öyrənə bilirəm. Amma ki, müəllim məndən məsafəli olursa və yaxud da mənə daha yaxşı canıyananlıq eləmirsə, mən elə bilmədiyim mövzunu da atlayıb gedirdim. Mən şagirdlərimə çalışıram ki, bilmədiyim mövzunu dəfələrlə, o səmimiyyəti birinci qururam. Səmimiyyətin də müəyyən bir həddi var. Səmimiyyətdən sonra şagirdlər rahatlıqla bilmədiyi mövzularda utanmırlar. İstər yoldaşları arasındakı, bəzən məsələn repetitorluqda olur, mən bunu deməsəm yoldaşım mənə gülər, bilmədiyimi bilsələr, yəni məni savadsız kimi qeyd eləyərlər. Yəni belə şagirdlər arasında olur. Birinci, necə deyim, mən həmişə tədris ilində dərsə başlayarkən uşaqlar arasında istəmişəm ki, bərabər hüquqluğu qoruyum. Yəni şəraiti tam ürəyim istəyən bir formaya çatdırandan sonra şagirdlərlə işləməyə başlamışam ki, heç bir şagird digərindən utanmasın, sıxılmasın, bilmədiklərini rahatlıqla desin, səhvlərini desin. Mən sərbəstlik verirəm ki, fikrimlə daha rahat olsunlar ki, bilmədiyim mövzuları mən bilim ki, kimin harda boşluğu var və o uşağı sıxmayım. Məsələn, neçə dəfədə sualı başa düşməsələr, mən ona izah verirəm. Yəni, burada bir problem yoxdur. Mənə elə gəlir ki, uşağın üstünə qışqırmaq, dalaşmaq, niyə bilmirsən demək, məncə bu düzgün deyil. Çünki əgər bilən uşaq müəllimə müraciət eləməz. Bizdə daha çox uşaqların məntiqidir. Yəni, qrammatik bacarıqlardan çox şagirdlərin məntiqi, deyək ki, imtahanlarda daha çox məntiq soruşulur. Azərbaycan dili fənnindən məsələn buraxılış imtahanları olur ki, 2 mətnə 20 sual düşür. Bunda mətnlə bağlıdır, qrammatika ilə əlaqəsi yoxdur, 10 qrammatikadır. Qammatikanı yaxşı yazırlar, uşaqlar artıq mətndə, burada müəllim sadəcə istiqamət verə bilər. Mətn bacarıqlarını öyrədə bilər, mətnlə necə işləmək lazımdırsa onu uşaqlara öyrədə bilər. Amma düşüncə olaraq şagirdlərin öz düşüncəsi var. Müəllim artıq şagirdin düşüncəsini müdaxilə eləyə bilməz. Müəllim sadəcə bilmədiklərini başa sala bilər. Bizdə necədir çətinlik? Uşaqlarda əslində deyərdim ki, problem uşaqlardadır, təhsildə yox. Necə uşaqlar türk dilində daha çox televiziyaya baxırlar və yaxud da istifadə edirlər, bilmirəm. Uşaqlar bizim frazeoloji birləşmələri bilmirlər. Bu il qəbul imtahanlarında da neçə uşaq frazeoloji birləşmənin mənasını bilmir. Artıq onu gərək türk dilində deyəsən ki, uşaq bunu Azərbaycan dilinə çevirib bilsin ki, nə deməkdir. Yəni bizdə mətnlərdə problem budur ki, uşaqların düşüncəsi o qədər də söz bazası zəifdir. Bizdə söz bazası zəifdir. Uşaqlar bilmir. Hətta elə uşaq nakam və yaxud da bədbin, xudbin sözləri, ən sadə elementar sözləri belə bilmirlər. Bu artıq mətnlərdə də deyək ki, belə sözlərdən çox istifadə olunur. Bu il 100 bal toplayanlarımız da oldu. 97-də hətta mənim bir 100 ballıq şagirdim var idi. Gedəndə sözünün yerinə getmək sözü yazıb, artıq bu uşağın, şagirdin balının 2,5 balının kəsilməsi idi. 100 balına, yəni artıq şagird 100 bala qovuşa bilmir də, belə deyək ki. Əslində 100 bal gözlədiyimiz bir şagird idi ki, bir sözə və yaxud da bir şəkilçiyə görə səhv götürülür. Səhv götürülür, yoxlanışda bal kəsilir. Hətta şagirdin də deyərdim ki, deyil, mən onun həyəcanına verərdim. Əslində bir şagird deməli 97,5 balı yığıbsa, sualı tamamilə 100 balı yığıb da. Çünki Azərbaycan dilində 90 balı keçən şagird 100 bala bərabərdir. Həqiqətən də Azərbaycan dilində qrammatikanı tam yazırlar. Dediyim kimi, sadəcə uşaqların söz bazası azdır. BSG, KSG hazırlamıram. Sadəcə bizim kitablarımız var, suallarımız var. Mən dediyim kimi RM Nəşriyyat ədəbiyyat kitablarının, eyni zamanda da test toplularının həm müəllifiyəm. Azərbaycan dili ədəbiyyat yaxınlarda blog kitabımız çıxıb bizim.
Biz orada o sualları tərtib eləyərkən din proqramından, bir də Dövlət İmtahan Mərkəzinin bizə verdiyi proqramdan kənara çıxmamışıq. Şagird həvəsdən, ruhdan düşməməlidir. Əgər uşağa əziyyət çəkirsən, öyrədirik. Məsələn, bizdə də var təkmilləşdirmə dərsləri var. Uşaq tamamilə ən çətin proqramı bilir. Çətinliklərin hamısının keçir, sualların hamısını yazır. Sadəcə bir sualda çaşır qalır ki, məktəb proqramında yoxdur bu. Keçməmişik. Nə məktəbdə, nə hazırlıqda. Bu şagirdin özünün problemi deyil. Məncə onu hazırlayan müəllimdədir problem. Müəllimin marağı nədir burada? Yəni onu da o müəllimdən soruşsaz, məncə daha məqsədə uyğun olar. Bəzən uşaq vaxtı biz də elə düşünürdük, müəllim yemir, içmir, yatmır və yaxud da heç nə eləmir. Bəzən məndə də olur. Mən nə isə eləyəndə, müəllim siz də belə bir maraqlı reaksiyalar alıram. Deyirəm, mən də insanımda necə, yəni ki, müəllim sadəcə dərs keçdiyi müddətdə lövhənin qabağında müəllimdir. Axı bəs müəllimin də şəxsi həyatı var. Nə qədər şagirdiniz var? Bu il 130-140 belə deyək, 9-10-11-ci siniflərimiz olub. Yüksək nəticə göstərən olub mu? Bəli, 3 nəfər 100 bal yığıb, yerdə qalan 80-90%, 85-90 üstü. Mənim xanım, niyə Azərbaycan dili müəllimi oldunuz? Yəni başqa ixtisaslar da var idi. Bəli. Azərbaycan dili müəllimi, yəni bu mənim, necə deyim, sizdən gözlədiyim bir sual idi ki, mən Azərbaycan dili müəllimimi çox sevmişəm. Məktəbdə mənə dərs deyən müəlliməm var idi, Mirvari müəllimə. Yəni, o mənim qəlbimdə çox dərin izlər buraxıb. İstər onun mənə göstərdiyi qayğı, istər onun mənə verdiyi təhsil. Mən 3 aya 25 Azərbaycan dili, bizdə o vaxt 25 idi. 25 Azərbaycan dili, 25 ədəbiyyat idi. 25-də tarix idi. Mən onları tam yazmışdım. Bu müəllimə olan sevgimdən irəli gəlirdi. Onun mənə göstərdiyi qayğı mənə elə başqa fənni yox, elə sırf Azərbaycan dili ədəbiyyatı seçməyə, elə ilk dəfə ancaq da yazdığım imtahan nəticələri çıxandan sonra yer yazanda ancaq yazdığım Azərbaycan dili ədəbiyyatı olmuşdu. Müəllimimə olan sevgi, yəni ona bəslədiyim, qəlbimdə olan bəslədiyim sevgi məni Azərbaycan dili ədəbiyyat müəlliməsi olmağa, belə deyək, vadar elədi. MİQ imtahanında iştirak etmişsinizmi? Yəni bir müəllim kimi? Bəli, MİQ imtahanlarında bəli iştirak etmişəm. Hətta mən kurikulumdan sertifikasiyaya hazırlaşan müəllimlərə də dərs demişəm. Təhsil Nazirliyinin özünün açıqlamasında belə o suallarda ziddiyyət var idi. Kitablarda verilən sual, yəni bizə yazılan, öyrədilən orada biraz əks mənada, yəni başqa bir formada çıxmışdı qarşımıza və hətta bununla bağlı bilmirəm, sosial şəbəkələrdə də var idi, aksiyalar falan var idi. Böyük bir müəllim kütləsi yığılmışdı Nazirliyin qarşısına ki, suallar dəyişdirilsin. Ballarda da məsələn, indi əvvəl 60 ballıq sistemi idi, indi 100 ballıq sistemdir. Son 2 ildir MİQ imtahanına getmirəm, iştirak eləmirəm. Orada olan suallar, verilən suallar ruh düşkünlüyü yaradır. Elə o imtahana gedib çıxan ən belə, necə deyim, məndən də çox savadlı olanlar, illərlə məndən də daha çox işləyən müəllimlər belə oradan aşağı nəticə göstərirlər. Yəni savad yox. MİQ imtahanında şans deyərdim. Müəllimi necə həddən çıxardırlarsa, müəllim artıq uşağa əl qaldırır və əl qaldıran müəllim bugün heç 2 saat keçmir, bütün sosial şəbəkələrdə fenomen olur. Yəni belə deyək ki, tanınır. Yuxarı siniflərlə işləmək çox çətindir. Gözəl ailələrdən elə şagirdlər çıxır ki, elə sakit ailələrdən elə övladlar gəlir ki, belə insanın əli üzündə qalır gerçəkdən. Çünki mən özüm illərdir görün, məsələn, neçə 2000-dən çox mənim şagirdim olub da, yəni bu illər ərzində. Mən elə şagirdlərlə qarşılaşmışam, ailə ilə şagird arasında böyük bir fərq var. Repetitorluğa gələn şagirdlər bu halların heç birini eləmirlər. Yəni müəllimə hörmət qoyurlar. Artıq əski heç nə danışa bilmirlər. Olur, hərdən zarafatlarımız olur, bir yerdə danışırıq, gülürük. Bəzən şagirdlərimin valideynləri ilə olur ki, deyirlər ki, məsələn, mən şagirdlərimə şəkillər paylaşıram səhifəmdə, statusda, yəni Instagram şəbəkəsində. Bəzən valideyn mənə deyir ki, mənim qızımın şəklini paylaşmamısınız. Nə üçün deməli mənim qızımı seçirsiniz, mənim qızımı sevmirsiniz, mən qızımı hazırlıqdan çıxardıram. Sonra bəzən olur ki, siz hədiyyəli sınaqlar keçirtmirsiniz, uşaqlarda ruh düşkünlüyü yaranır, mən övladımı hazırlıqdan çıxardıram. Yəni, belə hallarımız çox olur. Yəni, bu il rastlaşmışam onlarla da, yəni belə deyək. Olur, qəribə hadisələr olur. Bəzən valideyn uşaqların dərsdən kənar, məsələn, mən cavabdehəm dərsimə. Yəni, öz dərs dediyim mühitə cavabdehəm. Bəzən uşaqlar olur ki, dərsdən çıxırlar, gedirlər müəyyən bir topluluqda birləşirlər, ya qruplaşırlar, aralarında nəsə problem olur, valideyn gəlir mənim üstümə, axı mən bu övladları dərsdən sonra izləyə bilmərəm.
Şagird dərsə gəlmir, yığıram şagirdi götürmür, yığıram anasını götürmür, yığıram atasını. Övladınız dərsə gəlmir, yuxudan durğuzun göndərin. Yəni belə hallarla da, belə şagirdlərlə də, belə ailələrlə də rastlaşırıq. İbtidai sinif müəllimlərinin əziyyəti, hətta deyərdim ki, bütün müəllimlərin, repetitorların əziyyətindən də çoxdur ki, onlar bir-bir balaca uşaqların hamısı ilə işlədir, az-çox onlara müəyyən bir bacarıqları, təməl bacarıqları verir. Mən məsələn özüm, yəni öz uşaqlarımdan bacara bilmirəm. Çünki yəni evdə məndən qorxmurlar, öyrənmirlər. Amma mən özüm halbuki onlarla şagirdə dərs desəm də, yaxşı nəticələr versəm də, öz uşaqlarımız məndən öyrənmir. Mən o məktəbdə öyrənirlər və yaxud da hansısa bir müəllim yanında öyrənirlər. Amma ən çox da deyərdim ki, məktəb təməldir. Məktəbsiz yəni mümkün deyil. Təlim, tərbiyə önəmlidir. Məktəbsiz olmaz. Müəyyən qədər uşaqların psixologiyasına da təsir edir. Bu olar, o olmaz. Müəllimlə necə davranmaq lazımdır? Sosial mühitdə, ictimai mühitdə necə hərəkət eləmək lazımdır? Yəni hətta belə deyərdim ki, uşaqlarımız bayram günlərimizdir, qara bayramlarımızdır. Bunları da məktəbdə öyrənirlər. Repetitorluqda bunların heç biri öyrədilmir. Məktəb olmasa, şagirdlərin məktəbdə nizami, intizamı öyrənməsə, repetitorluqda da məncə nəticə əldə etmək mümkün deyil. Bir valideyn Dövlət İmtahan Mərkəzinə biz bilirik ki, necə ciddi hazırlıq gedir, necə imtahanlar orada düzgün keçirilir. Mənə bəzən sosial şəbəkələrdən gəlir ki, bizi məsəl üçün sizə müəyyən bir pul müqabilində biz sizə pul verək, siz bizə imtahana şagird nauşnik keçirəcək, qulaqçıq keçiriləcək, hər şey hazırdır, yəni heç bir problem yoxdur, sizin adınız sallanmayacaq, siz sadəcə bizə sualları, uşaq şagird, orada sualları deyəcək, siz sualların cavabını deyərsiniz. Yəni belə hallarla gerçəkdən, bəli, yəni olurdu, Instagram neçə bloka atmışam, hətta belə özümə də təəccüblü gəlib ki, yəni necə bunu cəsarət edib deyə bilərlər ki, məsələn, belə bir şeydə onlara dəstək olum. Yəni bu mümkünsüz bir şey. Mən ümumiyyətlə haqsızlığın qarşısındayım. Əgər bir şagird əziyyət çəkib, gecəsini gündüzünə qatıbsa, Allah onun həmişə yardımcısı olasıdır, Allah həmişə onun yolunu açacaq. Bu danılmaz, göz qabağında olan bir şeydir. Hal-hazırda 5 kitab müəllifiyəm, yəni 3-ü Ərəm Nəşriyyatında, digər hamısı da dərs vəsaitlərimizdir. Məsələn, bizim ədəbiyyat kitabımız Respublikada ən çox tanınan vəsaitdir. Ərəm Nəşriyyatının Yaşıl üzlü ədəbiyyat kitabı. Blog kitabımız Respublikanın bir çox yerində 3-cü qrup hazırlığa gedənlər, məsələn, hətta o sualların içərisində bizdə suallarda səhvlər olur. Bəzi müəllimlər bir suala, bir hərfə görə yığır ki, siz neynəmisiniz belə, siz belə, bu nə kitabda çıxartmışsınız, halbuki orada bir hərf səhvi gedib və yaxud da etalanda bir cavab səhv gedib. Elə müəllimlərdən elə mesajlar, ismarışlar alırıq ki, belə özümüz təəccüblü qalırıq ki, məsələn, mən o müəllimlərə deyərdim ki, üzümü tutub buradan, yəni əgər bir hərf və yaxud da bir etalon səhvini axtarırsa, bunu səhvi görürsə, mən təklif edərdim o müəllimi özü bu qədər ağır işin altına girsin, özü o vəsaiti yazsın və öhdəliyini götürsün, görə o necə bacaracaq. Çox həyəcan keçirdən şagirdlərimiz var. Məsələn, mənim bu il bir şagirdim var idi. Hər OTK-nın sınağına gedəndən sonra psixoloji pis olurdu və ona təsir edirdi. İmtahandan çıxandan bir 10 gün, 15 gün dərsə gəlmirdi. Deyirdi ki, problem yaşayıram. Valideyni deyirdi ki, həyəcan keçirdir, halbuki 9-cu sinifdir. Gələcək planlarınız nədir? Gələcək planlarım kitablarımın sayını daha çox atmaq. İnşallah bu il 2 kitab üzərində işləyirik. Yəni artıq istəyirəm ki, öz şagirdlərim sadəcə öz kitablarımdan hazırlaşsınlar. Yəni məncə buna gücüm çatır. Yəni savad olaraq gücüm çatır. İkinci planım şagird sayımı daha çox, yəni əslində şagirdlərin sayı çox önəmli deyil. Nəticələrimin daha çox, hamısının daha 80-90 plus olması üçün çalışıram. Əlimdən gələni eləyirəm, əlavələrimiz çox olur. Gələcək planım böyük bir kursumu daha da böyüdüb, daha da digər yanımda böyük bir komanda yığmaqdır. Məqsədim budur. İnşallah ki, bu il ona nail olacağıq. O üzərində, hal-hazırda o məsələ üzərində işlər gedir. Yəni yaxşı insan, yaxşı müəllim olaraq yaddaşlarda qalmaq. Yəni şagirdlərin həyatında müsbət mənada iz buraxmaq.